Mən sizlərə koronar angiyoqrafiya haqqında qısa məlumat verməyə çalışacağam. Artıq 10 ilə yaxındır ki, klinikamızda Siemens RTC cihazında biz bu proseduru icra edirik. Koronar angiyoqrafiya günümüzdə də ürək damarlarının görüntülənməsinin qızıl standartı olaraq qəbul edilir və bu radial arter dediyimiz qol arteriyasından əksər hallarda yerli keyitmə ilə icra etdiyimiz təxminən 10-15 dəqiqəlik bir prosedurdur ortalama. Yerli keyitmə etdiyimiz zaman xəstədə davamında prosedur zamanı hər hansı bir ağrı hiss etmir xəstələr və xüsusi bir damar yolu kateter qoyur, şit qoyuruq qol arteriyasından və onun içərisindən xüsusi kateterlər göndərilərək ürəyi bəsləyən sağ və sol damarlar çəkilir. Bu bir diaqnostik vasitədir təbii ki və bizə ürəyi bəsləyən damarlar haqqında ətraflı məlumat verir. Damarlarda olan daralmaları, tutulmaları və digər problemləri, tromb varmı, diseksiya dediyimiz cırılma hadisəsi varmı, biz onları ətraflı incələyə bilirik və bunun prosedurun nəticəsində biz artıq xəstənin ondan sonraki müalicəsi haqqında daha dəqiq qərar verə bilirik. Əksər hallarda planlı icra olunur, amma kəskin koronar sindromlarda, infarktlarda, təcili koronar angiyoqrafiyada mütləq şəkildə icra olunaraq, əgər infarkt varsa, infarktı yaradan damardakı o tutulma aradan qaldırılır ki, bu çox həyati bir göstərişdir. Müayinədən sonra xəstədə ehtiyac varsa, stent implantasiyası, stent qoyulması, açıq ürək əməliyyatı və yaxud da ki, dərman müalicəsi şəklində təyin olunur.